Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə 10 may tarixində OTK və MGM-in birlikdə təşkil etdiyi 11-ci sinif blok imtahanının coğrafiya suallarının izahına baxırıq. Başlayaq 31-ci sualdan. Xəritə sxemdə rəqəmlərlə verilən ərazilərdə yayılan faydalı qazıntıların düzgün verildiyi sıranı bizdən istəyir. Biz bütün ərazilərə baxaq, daha sonra cavabı qeyd edək. Birinci ərazi Balçan rayonunun ərazisidir. Polimetal filizləri geniş yayılmışdır. İkinci rayon Ordubad rayonunun ərazisinə düşür. Molibden filizləri orada geniş yayılıb, Paraqaçay Diyaqçay yatağı. Üçüncü ərazi Zəngilan rayonunun ərazisidir. Qızıl yataqları, Vejnəli qızıl yatağı var orada. Dördüncü ərazi Gədəbəy rayonunun ərazisidir. Gədəbəydə mis var, qızıl var. Mis Qaradağ yatağından çıxarılır, qızıl isə Qoşa yatağından çıxarılır. Beşinci rayonumuz İmişli rayonunun ərazisinə düşür. Muradxanlı Mezozoy yaşlı neft yatağı buradadır. 6 isə neft və qazla zəngindir. A variantına baxsaq, 2 molibden bizə dedik ki, Ordubad rayon ərazisində molibden düşür, bu doğrudur. 3 Zəngilan rayon ərazisində qızıl doğrudur. 5 isə İmişli rayon ərazisi Muradxanlı neft yatağı. A variantı doğru variantdır. 32-ci suala baxaq. 60 dərəcəli paralel üzərində 2 məntəqə arasındakı məsafə 20 dərəcədir. 2 məntəqə var və bunların arasındakı məsafəni 20 dərəcə verib. Bu məsafə 1 bölünsün 1 milyon 800 min olan xəritə üzərində neçə santimetr olduğunu hesablayın. Bizdən xəritə üzərindəki sahəni soruşur. İlk öncə 2 məntəqə arasında dərəcə fərqinə əsasən biz hesablayaq ki, həqiqi sahə nə qədərdir? 20 dərəcə verib, burada da 60 dərəcəli paralelin 1 dərəcəlik qövsünün uzunluğunun 55,8 km olduğunu qeyd edib. 1 dərəcə tənasüblə həll edək, 2 mərhələli məsələ olacaq. 1 dərəcə 55,8 km-dirsə, 20 dərəcə x olar. Buradan x-i tapsaq, x bərabərdir. 55,8-i vurarıq 20-yə, o da olar 1116 km. Həqiqi sahəni tapdıq ki, 1116 km-dir. Gəlirik ikinci mərhələdə, miqyas bizə verilib. Miqyası kilometrə çevirmək üçün 5 0 silirik. 1 bölünsün 1-də daha doğrusu 18 kilometr. Xəritə üzərindəki sahəni bilmirik, x yazırıq. Həqiqi sahəni bilirik, 1116 kilometr tapdıq. Yazaq. X bərabərdir, 1116-nı bölürük 18-ə. O da edir 62 santimetr. Xəritə üzərindəki sahəni də tapdıq, 62 santimetr. Düzgün cavabımız olur Y variantı. Bunları silək. Üçüncü məsələmizə baxaq. 33-ə daha doğrusu. Ölkədə təsərrüfatın 3-cü sektorunda çalışanlar 21 milyon nəfər və ya əmək ehtiyatlarının 70%-ni təşkil edir. Əmək ehtiyatları ölkə əhalisinin 60%-ni təşkil edərsə, əhalinin mütləq sayını hesablayın. Bizə deyir ki, 21 milyon nəfər əhali 3-cü sektorda çalışır. 3-cü sektor xidmət sektoru idi. 3-cü sektorda çalışır. Bu da 70%-dir. Əmək ehtiyatlarının 70%-dir. Əmək ehtiyatlarının tamı neçə olur? 100%. Həmişə tamı 100% götürürük. Bu 100-ün 70-i 21 milyondursa, qalan 30%-i digər sahələrdə çalışır. Biz tapaq ki, ümumi əmək ehtiyatı nə qədərdir? 21 milyon 70%-dirsə, 100% nə qədər olar? X olar. Buradan X-i tapsaq, edir 30 milyon nəfər. Tapdıq ki, 30 milyon nəfər digər sektorlarda çalışır, birinci, ikinci və yaxud da dördüncü sektorda çalışır. Əmək ehtiyatları, yəni bizim tapdığımız ümumi say 30 milyon. Əmək ehtiyatları ölkə əhalisinin 60%-ni təşkil edirsə, yenə ölkənin ümumi əhalisi tamı neçə olur? 100%. Bunun 60%-i əmək ehtiyatıdır. Yəni 30 milyon əmək ehtiyatıdır. Əhalinin mütləq sayını soruşur bizdən. Bu da 2 mərhələli məsələ olur. 30 milyon 60%-dirsə, ölkənin ümumi sayı, yəni mütləq sayı 100% olar. Buradan da biz 100%-i tapsaq, 100-ü vururuq 30-a, bölürük 60-a. O da olur 50 milyon. X bərabərdir 50 milyon nəfər. Demək ki, ölkənin mütləq sayı 50 milyon nəfər idi. Bunun ölkənin əhalisinin 30 milyon nəfəri
əmək ehtiyatları idi. 30 milyon nəfərin 21 milyon nəfəri isə 3-cü sektorda çalışırdı. 34-cü suala baxaq. İran dil qrupuna mənsub əhaliyə malik olan ölkə ilə həmsərhəd olmayan müstəqil türk dövlətini müəyyən etməyimizi istəyir. İlk öncə biz İran dil qrupuna malik ölkələri yadımıza salaq. İran, Əfqanistan və Tacikistan. İət sözü ilə yadda saxlaya bilərsiniz. Burada cavabımız olacaq D variantı, Qazaxıstan müstəqil türk dövlətinin. Bu ölkələrlə sərhəddi yoxdur. Əyani olaraq da biz siyasi xəritədə baxa bilərik. İlk öncə İran dil qrupuna malik ölkələri işarələyək. İran, Əfqanistan və Tacikistan burada verilib. Baxaq Türkiyə. Türkiyənin İranla sərhəddi var, ona görə olmaz. Daha sonra Türkmənistanın İran və Əfqanistanla sərhəddi var. Özbəkistanın yenə Tacikistanla sərhəddi var. Qırğızıstanın Tacikistanla sərhəddi var, ona görə olmaz. Qazaxıstanın isə bu ölkələrlə sərhəddi yoxdur. Ona görə də cavabımız olur Qazaxıstan. Davam edək. 35-ci sualı baxaq. Geoloji strukturu qərbdən şərqə doğru aşağıdakı ardıcıllığa uyğun gələn materiki müəyyən edin. Birinci, Alp qırışıqlığı, Mezozoy, qədim platforma, Kaledodan Hersin qırışıqlığı. Burada baxaq. Antarktida olmaz, Cənub materikidir, Afrika olmaz, Cənubi Amerika olmaz. Ümumiyyətlə, Cənub yarımkürəsində Mezozoy qırışıqlığına aid dağ yoxdur. Bunu bir mənalı olaraq yadda saxlayaq. Qırışıqlığa rast gəlmək olar, amma dağ yoxdur, dağa rast gələ bilmirik. Ona görə digər cavablar çıxır. Qalır Avrasiya və Şimali Amerika. Avrasiyada biz diqqət eləsək, qarışıq verildiğini görərik. Hətta Mezozoy yaşlı dağlar şərq yarımkürəsinin şərq tərəfdə olduğunu görürük. Ona görə burada isə şərqdə Kaledodan Hersin qırışıqlığı ilə bitməsini istəyir. Şimali Amerika cavabı olacaq düzgün cavab. Şimali Amerikada birinci sahil dağları gəlir, Alp yaşlıdır, sonra qayalı dağlar gəlir, Mezozoy yaşlıdır. Qədim platforma ərazisi gəlir, materikin mərkəzinə doğru. Ondan sonra isə Kaledodan Hersinə aid olan Appalaç dağları gəlir. Zirvəsi də Mitchelldir. 36-cı sual. Azərbaycanda yanacaq energetika kompleksi üçün səciyyəvi olmayan əlamətləri bizdən istəyir. İlk öncə oxuyub doğru yanlışları qeyd edilir, daha sonra səciyyəvi olmayanları qeyd edilir. Alternativ enerji mənbələrindən istifadə edilir. Azərbaycan üçün doğru fikirdir. Günəş küləyi enerjisindən istifadə olunur. Kömür ehtiyatları əsasında İES-lər fəaliyyət göstərir. İES-lər kömür yox, mazut əsasında fəaliyyət göstərir. Bunu çıxarıq, səhv fikirdir. Yanacaq enerji balansında neft və qazın payı böyükdür, doğru fikirdir. Xaricdən elektrik enerjisi idxal edir, yanlış fikirdir. SES-lər daha çox iri şəhərlərin yaxınlığında tikilir. Yanlış fikirdir, çünki SES-lər hidroenerji ehtiyatı ilə zəngin ərazilərdə tikilər. İES-lər əsasən təbiət rayonlarında tikilir, bu isə doğru fikirdir. Bizdən yanlışları istədiyi üçün 2, 4, 5-i seçərik. D variantı. 37-ci sual. Respublikamızda müvafiq olaraq cənub-qərb, cənub-şərq, şimal-şərq istiqamətində axan sayıları müəyyən etməyimizi istəyir. Baxaq bir-bir. Cənub-qərb istiqamətində axan sayılar olar. 1, 2, 3 yazaq. 1-ə olar Kürmük çay. Böyük Qafqazın cənub ətəklərindən axan çaydır. Daha sonra olar Əlincə çay, Naxçıvanın çayıdır. Cənub-şərq istiqamətində axan çayları bizdən istəyir. Cənub-şərq istiqamətində axan çay olacaq Oxçu çay, Bir Saat çay. 3-də isə şimal-şərq istiqamətində axan çaylar istəyir. Böyük Qafqazın şimal-şərq yamacının çaylarının hamısı şimal-şərq istiqamətində axır deyə bilərik. Burada olacaq Qudyal çay, bir də Tərtər çayı da şimal-şərq istiqamətində axır. 1-ə BF, 2-ə AD, 3-ə isə SY. Y variantı doğru cavabdır. Buradan da biz baxa bilərik xəritədə, çayların yerlərinə baxa bilərik. Birinci Oxçu çay. Oxçu çay dedik ki, axır cənub-şərq istiqamətində. Hətta biz burada istiqamətləri də çəkib baxa bilirik ki, cənub-şərq istiqamətində axır. Digər çay verilmişdi, Kürmük çay. Kürmük çaya baxaq. Axırdı cənub-qərb istiqamətində, yenə çəkib baxa bilərik ki, doğrudur, cənub-qərb istiqamətində axır. Qudyal çaya baxsaq, Qudyal çay axır şimal-şərq istiqamətində. Şimal və şərq istiqamətində axır, doğrudur.
Ondan sonra verilmişdi bir saat çay. Bir saat çay axacaq cənub-şərq istiqamətində işarə eləyək. Çəksə görürük ki, cənub-şərqdir. Daha sonra verilmişdi tərtər çay. Tərtər çay axacaq şimal-şərq istiqamətində. Tərtər çayı işarə eləyək və istiqamətləri çəksək şimal-şərq olduğunu görürük. Bir də Əlincə çay verilmişdi. Əlincə çay isə cənub-qərb istiqamətində axar. Bu Əlincə çaydır. İstiqamətləri çəksək, təxminən cənub-qərb istiqamətidir. Cənuba axır, təxminən cənub-qərb götürə bilərik. Davam eləyək suallarla. 38-ci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Bizə koordinatlar verilib, ölkələr və ixrac məhsulları verilmişdir. Bir baxaq, A variantına baxsaq, birinciyə Qazaxıstanın uyğun gəldiyini deyir, 3 dərəcə şimal enliyi. Qazaxıstan mülayim işıqlanma qurşağındadır. 3 dərəcə şimal enliyi isə tropik işıqlanma qurşağına, ekvator tərəfə düşəcək. Ona görə 1 A variantı səhvdir. C-yə baxsaq, 1-ə 4-cü verilib, 1 3 dərəcə şimal enliyi Malaysiya uyğun olar. İxrac məhsulu isə boksit verilmişdir. Boksit yox, qalay olsa uyğun olar. C variantı ona görə səhv olur. Y-yə baxsaq, 1-ə B verilib, 1-ə 2 verilib, üzrlü sayın, 1-ə 1 verilib, deməli, B verilib. Yaponiya yenə mülayim işıqlanma qurşağındadır, ekvatora yaxın ərazidə deyil, ona görə Y variantı səhv olar. B variantına baxsaq, 1-ə 4 verilib, 3 dərəcə şimal enliyi Malaysiya uyğun olar, qalay düzdür. 2, 16 dərəcə cənub enliyi Braziliya boksit istehsalı düzdür. 3-ə 52 dərəcə şimal enliyi Qazaxıstan, Y neft doğrudur. B variantı doğru variantdır. D-yə baxaq hər ehtimal. 1-ə 2 dərəcə şimal, 3 dərəcə şimal enliyinə yenə Qazaxıstan verir. Bu da uyğun olmaz. 39-cu sual. Xəritə sxemdə rəqəmlərlə verilən müvafiq obyektləri müəyyən edin. 1 nöqtəsi burada verilib. 1 deməli olacaq Malakka yarımadası. 1-ə olar Y. 2 olacaq Cənubi Çin dənizi B. 3-ə olar Sumatra A. 4-ə olacaq Siam körfəzi C. Y, B, A, C. Y variantı doğru cavabdır. 40-cı sual. Gəncə Daşkəsən doğru sıraları istəyir bizdən. Gəncə Daşkəsən İqtisadi rayonu, Göygöl İnzibati rayonu mülayim isti iqlim doğrudur. Şəki Zaqatala, Balakən rayonu, yarımsəhra və quruçöl. Balakən rayonunda yarımsəhra quruçöl iqliminə rast gəlmirik. Qışı quraq keçən mülayim isti iqlimə rast gəlirik. Daha sonra gəlir yağıntıları bərabər paylanan mülayim isti iqlim. Bütün fəsillərdə bol yağıntılı soyuq. Ondan sonra isə dağ tundra iqliminə qismən rast gələ bilərik. 2 səhv olur. 3 Lənkəran, Astara, Cəlilabad rayonu mülayim isti iqlim doğrudur. Yayı quraq keçən mülayim isti iqlimə Cəlilabadda rast gəlirik. Qazax, Tovuz, Samux rayonu yarımsəhra quruçöl iqlimi. Samuxda yarımsəhra quruçölə rast gəlirik, amma Samux rayonu inzibati rayon olaraq Gəncə Daşkəsənin ərazisinə düşür. 4 buna görə səhv olar. 5-ə baxaq, Quba, Xaçmaz, Siyəzən, soyuq iqlim. Siyəzəndə soyuq iqlimə rast gəlmirik. Yarımsəhra quruçöl iqlimidir, qışı mülayim keçən. Ondan sonra gəlir yağıntıları bərabər paylanan mülayimə qismən düşər. Qismən də yayı quraq keçən mülayim isti iqlimə düşər. 5 səhv olur. 6 Şərqi Zəngəzur, Cəbrayıl, yarımsəhra quruçöl iqlimi doğrudur. Cavabımız olacaq 1, 3 və 6 B variantı. Növbəti sual. Azərbaycanda yarımsəhra və quruçöl landşaftı ilə subalp Alp çəmənləri landşaftının oxşar xüsusiyyətlərini bizdən istəyir. Çay əmələ gəlmə imkanı məhduddur. Yarımsəhra quruçöldə çay əmələ gəlmə imkanı məhdud olar. Oxşar istədiyi üçün bu səhv variant olur. Böyük Qafqaz fiziki coğrafi vilayətində yayılmışdır hər ikisi. Sonra deyir ki, əkinçilikdə istifadə edilmir. Subalp Alp çəmənləri istifadə edilməz. Yarımsəhra quruçöl iqlimi landşaftı isə suvarma şəraitində əkinçilik mümkün olar. Ona görə bunu da səhv kimi götürə bilərik. Düz radiasiyanın payı üstündür. Hər ikisində üstündür. Hər ikisində bulduluq az olduğuna görə düz radiasiyanın payı üstün olar.
Yerləşmə üfüqi zonalığa tabedir. Səhv fikirdir. Şarqlı zonalığa tabedir. Otlaqlar kimi istifadə edir. Bu da doğru fikirdir. Yarımsəhra qurçöl landşaftı qış otlağı, subalp alp çəmənləri isə yay otlağı kimi istifadə olunur. Doğru cavab olacaq B variantı. 42-ci suala baxaq. Dağ zirvələrinin hündürlüklərinin artırma sırasını müəyyən edin. Camış dağ Murov dağın zirvəsidir. Hündürlüyü olacaq 3724 metr. Böyük Kirs Qarabağ vulkanik yaylasının ən hündür zirvəsidir. Olacaq 2725, 2725. Tufan dağ olacaq 4191, 4191. Qapıcıq 3904. Baba dağı isə olacaq 3629 metr. Böyük Qafqaz, Baş Qafqaz silsiləsi Baba dağa qədər kəskin parçalanıb. Bunu da əlavə məlumat kimi deyim. Sırayla düzey hündürlüyün artmasına görə istədiyi üçün ən birinci Böyük Kirsi götürərik. Daha sonra Baba dağ, Camış, Qapıcıq, ən sonda isə Tufan dağ olacaq. 43-cü sual. Divergent sərhədli üçün səciyyəvi deyil. Sərhədlər var, konvergent və divergent. Divergent ayrılma sərhəddidir, tavaların ayrılması. Konvergent isə tavaların toqquşmasıdır. Bir oxuyaq. Ondan sonra doğru variantımızı seçək. Qırışıq failli dağlar yaranır konvergent sərhəddə. Bu doğru olmaz. Daha sonra seysmik ərazilərdir, doğrudur. Vulkanik adalar yaranır, doğrudur. Okean novları yaranır. Okean novları toqquşma zonasında yaranır, yanlışdır. Okean yerqabının daha nazik hissəsidir. Olmaz. Rift dərəsi yaranır, bu isə olar. Bizə aid olmayanlar istədiyi üçün 1, 4 və 5 variantını seçərik. Y variantı doğru cavabdır. 44-cü suala baxaq. B və C məntəqələri ekvator üzərində yerləşən A məntəqəsindən eyni istiqamətdə yerləşir. Şərq yarımkürəsində yerləşən A məntəqəsində yerli vaxtla cümə günü saat 20:00-dur. Biz sxem çəkək və dediklərinə əməl edək. Bizə deyir ki, ekvator üzərində yerləşən A məntəqəsini çəkək. A məntəqəsindən eyni məsafədə yerləşir. B və C hansı istiqamətlərdə olduğunu hələ ki bilmirik, amma eyni istiqamətdə olduğunu bilirik B və C-nin. Şərq yarımkürəsində yerləşən A məntəqəsi. Şərq yarımkürəsində yerləşirsə sıfırdan, yəni Qrinviçdən şərqdə olacaq A. A məntəqəsində yerli vaxtla cümə günü saat 20:40-dır. Cümə günü 20:40-dır. 10-dan 90 dərəcəli azimutda. 90 dərəcəli azimut deyirsə, biz şərq istiqamətində gedərik. Gəlib çıxarıq B məntəqəsinə. B məntəqəsində isə saat 01:20-dir. 01:20-dir, amma gün dəyişilib olub cümə axşamı. C məntəqəsində həftənin hansı gün olduğunu və yerli vaxtı müəyyən etməyimizi istəyir. Demişdik ki, B və C məntəqələri A-dan eyni istiqamətdədir. Ona görə də qərb tərəfdə biz C məntəqəsini çəkə bilərik. İlk öncə A və B arasındakı zaman fərqini tapa bilərik. Hər ikisində saat verilib, günlər verilib. Zaman fərqini tapmaq rahat olar. 01:20-dən çıxarıq 20:40-ı. Gün dəyişdiyinə görə biz 01-in üstünə 24 saatı gələ bilərik. Çünki bir gün irəlidir. 24 saatı gəldikdə olur 25:20. İstəyirsə yenidən burada yazaq ki, çaşmayasınız. 25:20 çıxılsın 20:40. 20 dəqiqədən 40 dəqiqəni çıxa bilmədiyimizə görə 25-dən 1 saat borc götürüb qoyuruq 20-nin üstünə. Burada olur 1 saat 60 dəqiqə olduğuna görə 20-60 olur 80. 80-dən 40 çıxanda qalır 40 dəqiqə. 25-dən 1 saat götürdüyümüzə görə burada qalmışdı 4 saat. Deməli, A və B arasında 4 saat 40 dəqiqə zaman fərqi var. C də A-dan eyni istiqamətdə yerləşdiyinə görə A-dan C-yə qədər də 4 saat 40 dəqiqə zaman fərqi olacaq. Bizdən isə C-dəki yerli vaxtı soruşur. Ona görə biz A-nın olduğu vaxtdan geri gedərik. 20:40-dan çıxarıq 4:40-ı. C-dəki saatı tapmaq üçün. 16:00. C-də zamanı müəyyən elədik ki, 16:00-dur və bizdə A-dakı günü vermişdi. A-dakı gün cümə günü idi.
Geri getdikdə bir gün geri getmədiyimizə görə gün olduğu kimi qalır. Cümə günü saat 16:00. A variantı doğru cavabdır. 45-ci sual. Volqa, Mississippi, Dunay çaylarını Konqo, Amazon və Lena çaylarından fərqləndirən əlamətləri bizdən istəyir. Birinci deyir transsərhəd çaylardır. Volqa, Mississippi transsərhəd çay deyil. Bir səhv olar. 2. Tənzimlənən axına malikdir. Hər üçü tənzimlənən axına malikdir. Konqo, Amazon, Lenada isə su anbarı yoxdur deyə bilərik əsas çayların üstündə. Çünki yetəri qədər böyük çaylardır, bol sulu çaylardır. Lenanın isə iqlim şəraiti tam olaraq imkan vermir. 2 doğru olar. Fərqləndirən cəhətdə üzərində əhalinin sıxlığı daha böyükdür, doğrudur. Qidalanmasında qar suları üstündür. Qar suları üstündür deyə bilmərik. 4 səhv olar. Mississippi qidalanmasında qar suları üstünlük təşkil edəməz ümumiyyətlə. Dunayda da həmçinin. Nəqliyyatda geniş istifadə olunur, doğrudur. Yaz aylarında bol sulu olur. Bu da uyğun olmaz. Cavab olar 2, 3 və 5 A variantı. 46-cı suala baxaq. Mərkəzi ovalıq Avstraliyadadır. Avstraliyada da V hərfi var, ovalıq sözündə də V hərfi var. Mərkəzi düzənlikdə mərkəzi ovalığı uşaqlar qarışdırır. Belə bəlkə yadınızda qalar Avstraliya. Mərkəzi düzənlik isə Şimali Amerikada yerləşir. Eylervin diaqramına baxaq. Mülayim işıqlanma qurşağında yerləşir. Bu aid olar hər ikisinə. Biri 23,5 dərəcə mərkəzi düzənliklər 23,5 dərəcə şimal enliyindən, şimal tropikindən şimalda yerləşir. Mərkəzi ovalıq isə 23,5 dərəcə cənub enliyindən aşağıda yerləşdiyinə görə hər ikisi mülayim işıqlanma qurşağına düşür. 2 strukturlu torpaqlara malikdir. Mərkəzi düzənliklər strukturlu torpaqlara malik olar. Ərazidə materikin ən alçaq nöqtəsi yerləşir. Bu Eir gölünü nəzərdə tutur. Mərkəzi ovalıqda yerləşər. Ərazinin defilyasiya prosesi intensivdir. Burada mərkəzi ovalıq olar. Çünki səhra zonasına uyğun gəlir. Barxanlar, döyünlər geniş yayılıb ərazisində. Şərqdən qədim dağlarla əhatə olunmuşdur. Hər ikisi şərqdən qədim dağlarla əhatə olunmuşdur. Mərkəzi düzənliklər şərqdən Appalaç dağları ilə, mərkəzi ovalıq isə şərqdən böyük su ayırıcı dağları ilə əhatə olunub. Hər ikisi Koryodan Hertsin yaşlı dağlardır. Yerləşdiyi materikdə ekvatorial iqlim qurşağı yaranmır. Hər ikisi materikdə ekvatorial iqlim qurşağı yaranmır. Birində şimal subekvatorialdan, digərində, yəni Avstraliyada isə cənub subekvatorialdan başlayaraq iqlim qurşaqları bir-birini əvəz edir. C variantı sualın doğru cavabı olacaq. Növbəti sual. Xəritə sxemdə 2 və 3 rəqəmlərlə göstərilmiş ölkələri 1 və 4 rəqəmləri göstərən ölkələrdən fərqləndirən əlamətləri istəyir bizdən. Birinci ölkə Fransadır, üçüncü ölkə Braziliya, üçüncü Avstraliya, dördüncü isə Çindir. 2 və 3-ü 1 və 4-dən fərqləndirən xüsusiyyətləri istəyir bizdən. Yalançı urbanizasiya səciyyəvidir. Yalançı urbanizasiya Braziliyada olar, amma Avstraliya inkişaf etmiş ölkə olduğu üçün uyğun olmaz. A yanlışdır. Mövsüm dəyişkənlik daha aydın hiss olunur. B uyğun olmaz. Biri ekvatoriala, digəri isə tropikə daha çox hissəsi düşdüyü üçün mövsüm dəyişkənliyi daha az müşahidə olunur orada. Əhalinin əsas hissəsi immiqrasiya hesabına formalaşmışdır. C doğru cavabdır. Dəmir və boksit ixracatçılardır, doğrudur. Braziliya və Avstraliyada dəmir boksit faydalı qazıntıları boldur. Yanacaq ehtiyatları yaxşı təmin olunmuşdur. Bu yanlış olar. Avstraliyada kömür ehtiyatları var, Braziliyada nisbətən azdır. Federativ inzibati ərazi quruluşa malikdir. Hər ikisi Braziliyada, Avstraliyada federativ inzibati ərazi quruluşuna malik olduğu üçün doğru cavabımız olar C, D və F A variantı. Qırmızı dəniz sahilində yerləşən ölkələri müəyyən etməyimizi istəyir. Misir, Efiopiya, Eritriya, Oman. A variantı doğru cavabdır. 49-cu sual. Havanın nisbi rütubətliliyi 70%-dir və doyuma üçün 4,5 qram su buxarı çatışmır.
havanın mütləq rütubətliyini hesablayın. Mütləq rütubətliyi qramla olan miqdardır. Bizə 70% nisbi rütubətli olduğunu, 4,5%-in çatmadığını deyir. Deməli 30% 4,5-dir. 4,5 qram. 70%-i soruşur ki, nə qədər olar? Bundan da x yazıb tənasibi həll edirik. X bərabərdir. 70-i 4,5-ə vurub 30-a bölmək lazımdır. Olacaq 10,5 qram. Müəyyən temperaturda havada 10,5 qram su var imiş. 50-ci suala baxaq. Dünyanın ən böyük hava limanlarının yerləşdiyi şəhərləri müəyyən edin. Pekin, Ankara, Dublin olmaz, London və Chicago. 1, 2, 4. 51-ci sual. Dağ tundra iqlim tipinin yayıldığı əraziləri və ona aid xüsusiyyətləri müəyyən edin. Burada olan ərazilərdən Murov dağda və Baş Qafqazda dağ tundra iqlimi yayılar. Variantları oxuyaq. Yağıntılar əsasən qar şəklində düşür. Doğrudur. Orta illik temperatur 0 selsidən yuxarıdır. Olmaz. Əsasən 2700 metrdən yüksək ərazilərdədir. Doğrudur. Qış otlaqları kimi istifadə olunur. Yanlışdır. Yağıntının miqdarı buxarlanma qabiliyyətindən azdır. Yanlışdır. Buxarlanma qabiliyyəti azdır. Doğrudur. Cavab olacaq 2, 5, A, C və F. 52-ci suala baxaq. İqlim diaqramının aid olduğu məntəqə üçün səciyyəvi əlamətləri istəyir. İlk öncə iqlim diaqramının hansı iqlimə və yaxud iqlim tipinə aid olduğunu müəyyənləşdirək. Baxırıq ki, yağıntılar təxminən bərabər paylanıb. Yağıntılar bərabər paylanıbsa 3 iqlim yadımıza düşməlidir. Ekvatorial, bərabər rütubətli subtropik və mülayim dəniz. Baxırıq ki, bu şimal yarımkürəsinə aid diaqramda. Ona görə də bərabər rütubətli yalnızca cənub yarımkürəsində olduğu üçün bərabər rütubətli olmaz. İkinci, ekvatorial demişdik. Ekvatorda yağıntı çox olar və temperaturda daha yüksək olar. Ona görə ekvatorda çıxırıq. Üçüncü variant olaraq mülayim dənizi demişdik. Cavab da mülayim dənizdir. Temperatur müsbət 3, müsbət 18 arasında dəyişir və yağıntılar təxminən bərabər düşür. Variantları oxuyaq. Materik daxili mövqeyə malikdir. Yanlışdır. Passat küləklərin təsirinə məruz qalır. Yanlışdır. Passatlar tropikdən ekvatora əsən küləklərdir. Fəsillər müşahidə olunur. Doğrudur. Mülayim dəniz iqlim tipində yerləşir. Doğrudur. Buxarlanma qabiliyyəti ilə buxarlanma arasında fərq azdır. Bu da doğrudur. Çay əmələ gəlmə imkanı məhduddur. Yanlışdır. 3, 4, 5 sualın doğru cavabıdır. Cənub-şərqi Şirvan düzündə məskunlaşmaya mənfi təsir göstərən amillər. Ekstremal şəraitə malik olması doğrudur. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunması yanlışdır. Müsbət 10-dan yuxarıda temperatur. Torpaqların daha az məhsuldar olması doğrudur. Quraq ərazi olduğu üçün magistral yollardan uzaqda yerləşməsi yanlışdır. Ərazinin quraq iqlimə malik olması doğrudur. 1, 3 və 5. 54-cü sual. Ölkənin enerjiyə olan tələbatı 80 milyon ton şərti yanacaqdır. İstehlak olunan enerjinin 60%-i neftin payına düşərsə neçə milyon ton neft tələb olunur? Şərti yanacaq kömürdür, bilirik ki. 80 milyon ton şərti yanacaqdırsa 80 milyon hamısı olduğuna görə, yəni bütöv olduğuna görə 100% götürürük bunu. Bu yanacağın 60%-i neftlə əvəz olunmalıdır. X olar. Buradan X tapar ki 48 milyon ton kömür əvəz olunmalıdır neftlə. Biz bu 48 milyon tonu neftlə əvəz eləmək üçün neftin şərti yanacaq vahidi 1,5-dir. 48-i bölərik 1,5-ə, alarıq 32 milyon ton. Yəni bizə 32 milyon ton neft lazımdır. Cavab olur 32. Sonra 55-ci suala baxaq. Orta illik temperatur 20 dərəcədən çox, yağıntının orta illik miqdarı
1000-1200 mm, buxarlama qabiliyyəti 1500 mm olan ərazilərdə formalaşan təbii zonaya aid əlamətlər. Bu təbii zona savanna və seyrək meşələr təbii zonasına uyğun gəlir. Temperatura, yağıntıya və buxarlamaya baxdıqda. Savanna və seyrək meşələrə uyğun variantları seçək. Sıx meşə örtüyünə malikdir. Xeyr. Yay mövsümündə ot bitkilərdir orada əsasən. Yay mövsümündə suvarmaya ehtiyac daha çoxdur. Yay mövsümündə suvarmaya daha çox ehtiyac olmaz. Çünki subekvatorial keçid iqlim qurşağıdır. Ekvator yayda subekvatoriala təsir elədiyinə görə orada bol yağıntı olar. Ona görə yayda suvarmaya ehtiyac olmaz. Ot bitkilər üstünlük təşkil edir. Doğrudur. Əsas keçid iqlim qurşağındadır. Dedik ki, subekvatorialdadır. Bu da doğrudur. Qış mövsümü daha rütubətli keçir. Yay mövsümü daha rütubətli keçər. Antarktikadan başqa bütün materiklərdə yayılmışdır. Bu da doğrudur. Cavab olur 3, 4 və 6. 56. Kənd təsərrüfatında çalışanların payının xidmət sahələrində çalışanlardan dəfələrlə az olduğu ölkələrə aid əlamətlər istəyir. Kənd təsərrüfatında çalışanlar azdırsa, deməli bu inkişaf etmiş ölkələrdir. Variantları oxuyaq. İşçi qüvvəsi artıqlığı özünü göstərir. İnkişaf etmiş ölkələrdə işçi qüvvəsinə ehtiyac var, azdır. Suburbanizasiya səciyyəvidir, doğrudur. Şəhərləşmə orada səciyyəvidir. Maddi istehsalda emal sənayesinin payı üstündür, doğrudur. Kənd təsərrüfatı istehlak xarakterli deyil. Emigrantların sayı immigrantlardan üstündür. Emigrantlar ölkədən gedənlərdir, immigrantlar isə ölkəyə gələnlərdir. Ona görə bu səhv olar. İnkişaf etmiş ölkəyə gələnlər daha çoxdur, gedənlər yox. İxracatda hazır sənaye məhsulları üstünlük təşkil edir, doğrudur. Düzgün cavab olar 2, 3 və 6. 57-ci sual. Uyğunluğu müəyyən edin. Coğrafi vilayətlər verilib. Onlara aid xüsusiyyətləri müəyyən etməliyik. Böyük Qafqaz fiziki coğrafi vilayəti, Kiçik Qafqaz fiziki coğrafi vilayəti. Vilayətlərə aid olan rayonları xatırlayaq. Böyük Qafqaza aid olan rayonlar Samur Dəvəçi, Qobustan Abşeron, Qonaqkənd, Dağlıq Şirvan və Zaqatala Lahıcıdır. 5 fiziki coğrafi rayonu var. Kiçik Qafqaza aid olanlar isə Gəncə, Vulkanik Yayla, Qarabağ dağları və Həkəri fiziki coğrafi rayonu idi. 4 fiziki coğrafi rayonu var. A variantında deyir ki, 6 fiziki coğrafi rayona bölünür. Bu heç birinə aid deyil, Kür vilayətinə aiddir. Birbaşa Xəzər dənizinə tökülən çay yoxdur. Kiçik Qafqaz vilayətinə aid olar. Ön Qafqaz tektonik çökmə zonası aid olar Böyük Qafqaza. Ərazisində Respublikamızın ucqar kənar nöqtəsi yenə Böyük Qafqaza aid olar. Ərazisində soyuq iqlimin bir tipi yayılıb. Bu isə Kiçik Qafqaza aid olar. Qışı quraq keçən soyuq iqlim tipi Kiçik Qafqazda yayılıb. Böyük Qafqazda isə yayı quraq soyuq yayılıb. Bir də bütün fəsillərdə bol yağıntılı soyuq iqlim tipi yayılmışdır. Birinci olacaq C, D, ikinci olacaq B, Y cavabları. Üstü Asiyanı oxuyaq. Üstü Asiya suallarına baxaq. Cavan okeanın sahilində yerləşən bu dağın zirvəsi və ətəyi arasında temperatur fərqi təxminən 12 Selsidir. Bu dağ sistemi bir işıqlanma və 2 iqlim qurşağında C7-yə daxil olan ölkə ərazisində yerləşir. Seysmik cəhətdən sabitdir. Onun əks yamaclarında yağıntının ilk miqdarı arasında fərq müşahidə olunur. Cavan okeanları xatırlayaq. Hind okeanı və Atlantik okeanı cavan okeanlardır. Şimal buzlu və sakit isə qədim okeanlardır. Dağın zirvəsi və ətəyi arasında temperatur fərqi təxminən 12 Selsidir. Biz bilirik ki, hər 1000 metrdə 6 Selsi temperatur fərqi yaranır. 12 dərəcə temperatur fərqi x metrdə yaranır. Buradan x-i tapsaq, olar 2000 metr. Dağın hündürlüyü təxminən 2000 metrdir. Bu dağ sistem bir işıqlanma və 2 iqlim qurşağında G7 ölkəsinə daxil. G7 ölkələrini xatırlayaq. ABŞ idi, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya. Bu dağ Appalaç dağına xatırladır. Appalaç dağıdır. Appalaç dağının hündürlüyü 2037 metrdir. Zirvəsi Mitchelldir. Bir işıqlanma qurşağında yerləşir. Mülayim işıqlanma, 2 iqlim, subtropik və mülayim iqlim qurşağında yerləşir. Şərq ətəkçilərinə daha çox yağıntı düşür. Suallara baxaq.
Mətndə verilən məlumatlardan istifadə edib cədvəli tamamlayın. Dağın adı Appalaç dağları, yerləşdiyi iqlim işıqlanma qurşağı, mülayim işıqlanma qurşağı, yerləşdiyi iqlim qurşaqları mülayim və subtropik, yerləşdiyi ölkə ABŞ. Dağın seysmik cəhətdən sabit olmasının səbəbi platformada yerləşir və qədim dağdır. Kaledon Hertzin qırışıqlığına aid dağdır. Geoloji cəhətdən ona oxşar olan 3 dağ yazmamızı istəyir. Böyük su ayrıcı dağları, Ural, Skandinaviya, Kap əjdaha dağları da Kaledon Hertzin yaşlı dağlardır. Dağın hansı istiqamətdəki yamacları daha çox yağıntı alır və bunun səbəblərini izah edin. Dağın şərq yamacları daha çox yağıntı alır, Gulf Stream cəryanının, isti cəryanının təsiri ilə. Bu qədər. Növbəti